İstəyək. Başlayaq doktor. Yayda ən çox maraqlanan mövzulardan bir neçəsini bugün cavablandırmaq istəyirəm. Deməli, doktor, yayda uşaqları hovuzlara yoxsa dənizə aparmaq daha məsləhətlidir? Dənizə aparmaq daha məsləhətlidir. Niyə? Çünki hovuzlarımız nə qədər xlorlanmış olsa da, hovuzlar durğun sulardır. Yəni durğun su dediyimiz axarı olmayan sulardır. Axarı olmayan sularda xlorlanmış olsa belə, infeksiyanın yayılması üçün daha çox şəraitin olduğu sulardır. Bəzi parazitlər, bəzi bakteriyalar xlora da davamlıdır. Yəni xlorlanmaya da davamlı olduğu üçün belə sulardan sidik yolu infeksiyaları, bağırsaq infeksiyalarının yoluxma ehtimalı uşaqlarımızda təəssüf ki, daha çoxdur. Amma dəniz suyu həm daha böyük həcmə malikdir, həm axarı vardır və duzluluq miqdarı vardır. Təbii duzluluğu olduğu üçün daha belə deyim, məsumdur. Hovuz dəniz dedik. Uşaqlara bunlardan ən çox hansı təhlükə gözləyir? Hansı daha infeksiya meyillidir? Hər ikisində belə deyək, əgər biz uşaqların gigiyena qaydalarına riayət eləməsək, hovuzlarda da, dənizlərdə də təhlükə vardır. Daha doğrusu dənizin özündə də təhlükə vardır. Zaten hovuzun təhlükəsini biz qeyd etdik də, dənizin özündə də təhlükə vardır. Belə ki, uşaqların dənizə girib çıxdıqdan sonra uzun müddət dəniz geyimində, islah geyimində uzun müddət qalması özü də nə qədər axar su olmuş olsa da, təmiz dəniz olmuş olsa da, bu sidik yolu infeksiyalarının yaranması üçün bir şəraitdir. Daha sonra buradan da təbii ki, infeksiya yoluxması üçün natəmizlik səviyyəsi nəzərə alsaq, natəmizliyin olmasını nəzərə alsaq, dənizdən də bu da mümkündür. Bu da vardır. Hovuzları bunu artıq dedik və bizim burada qarşılaşdığımız infeksiyalar daha çox nədir? Sidik yolu infeksiyaları, bağırsaq infeksiyaları, orta qulaq infeksiyaları və konjüktivitlər. Həm konjüktivitlərin həm infeksion konjüktivitlər ola bilər, həm də xüsusən hovuzlarda xlorlanmaya bağlı allergik təhrişə bağlı allergik konjüktivitlər ola bilər. Məhz bizim bu yay mövsümündə stasionarlarımızda ən çox rast gəldiyimiz xəstəliklərin başında da sidik yolu infeksiyalarının, bağırsaq infeksiyalarının gəlmə səbəblərinin biri də elə hovuz dəniz mövsümüdür. Doktor, uşaqlar arasında infeksiyon xəstəliklərin sıxlığı artıbdır. Analar soruşur, dərmandan başqa nə edək? Sirkəli su mu, spirtli su mu? Qızdırma vaxtı. Qızdırma vaxtı. Heç birini etməyim. Bu, yaxşı oldu bu sualı verdi. Qızdırma vaxtı nə sirkəli su, nə mən elə bilirdim ki, bu unudulub. Yəqin ki, bu gələn suallar arasındadır. Yəni, xeyli vaxtı bunu mən belə görmürdüm. Nə sirkəli su, nə də spirtli su qəti yol verilməzdi. Ümumiyyətlə, yadınızda saxlayaq, sirkəli suda, spirtli suda dəridəki damarların büzüşməsinə, damarların spazmına səbəb olduğu üçün istiliyin daha dərinə həbs olunmasına səbəb olur. Yüzeysel olaraq istilik düşmüş kimi görünür, amma daha mərkəzləşir, istilik əksinə həbs olunur və biz bununla uşağa yalançı belə deyim, soyuduğunu hiss edirik. Amma hətta bir baxıma verdiyimiz, sildiyimiz o spirtli suyuna, sirkəli suyunun o dəri səthindən sorulması ilə bəzi hallarda alkol, spirtin, sirkənin qana keçməsinə belə az miqdarda da olsa ona belə səbəb olmuş oluruq. Yəni qızdırmanı salacağıq deyə zərər vermiş belə ola bilirik. Və bir də burada bizim bəs burada nə edə bilərik? Dərmandan başqa. Edəcəyimiz şey uşağı geyimlərindən azad edirik. Təmiz, ilıq suyla. Yəni burada vurğunu eləmək istəyirəm ilıq suyla. Soyuq yox, ilıq suyla bütün bədənini silə bilərik və yaxud da ilıq duş aldıra bilərik və büküş yerlərinə ilıq sulu kompreslər qoya bilərik. Sadəcə ilıq suya batırılmış bezlər qoya bilərik. Bu şəkildə istilik verməni
buxarlanmanı artıraraq istilik verməni asanlaşdırıb uşağın hərarətinin düşməsini tezləşdirə bilərik. Və təbii ki, həkimin dediyi dozalarda, çəkisinə uyğun, həkimin verdiyi intervallarda qızdırma salıcılardan sirop və yaxud da ştab şəklində istifadə edə bilərik. Doktor, çox sağ olun. Ümidvaram ki, bu danışdığınız məlumatlar analar üçün daha da maarifləndirici olacaq, köməklərinə çatacaq. İnşallah. Yəni yayın ən aktual mövzularındandır. Bunlar, yəni bu şöbəmizdə də gördüyümüz qədərilə infeksion xəstəliklərin, sidiqolar infeksiyaların, bu gastroenteritlərin yayıldığı bu dönəmlərdə inşallah daha diqqətli olarıq. Gigiyenalarına qarşı, uşaqların gigiyenasına qarşı anaları diqqətli olmağa çağırıram. Sağlıqla qalın.